Dəyərli müəllimlər, hər vaxtınız xeyir olsun. Gəlin bu gün təfəkkürün növlərindən tənqidi və yaradıcı təfəkkürün izahına baxaq. Biz əvvəlcə məntiqi təfəkkürün izahına baxmışdıq. Tənqidi və yaradıcı təfəkkürün izahına isə indi baxırıq. Tənqidi təfəkkür və yaradıcı təfəkkür əslində bu iki belə deyək, təfəkkürün növlərinə biz əvvəldə, yəni səriştələr mövzusunda rastlaşmışıq. Səriştələrdən təfəkkürlə bağlı olan həm yaradıcı, həm də tənqidi səriştələri öyrənmişdik. İndi isə bunu daha geniş, daha əhatəli versiyada, daha əhatəli formada bu gün izahına baxacağıq. Əvvəlcə başlayaq tənqidi təfəkkürdən. Tənqidi təfəkkürdə elə səriştələrdə dediyimiz kimi, gəlin əvvəlcə hələ tənqidi təfəkkürün nə olduğuna baxaq. Tənqidi təfəkkür ən düzgün düşüncəyə malik olan insanlardır. Yəni ümumiyyətlə gəlin əvvəlcə təfəkkür nədir ona baxaq. Təfəkkür düşünməklə bağlı olan bir prosesdir. Yəni insan düşünməyə başladıqda, insan düşündükcə onun təfəkkürü işə düşür. Eyni zamanda da tənqidi təfəkkür də ən düzgün, ən aydın, ən rasional düşünmə bacarığıdır. Tənqidi təfəkkürə sahib olan insanlar əvvəldə də qeyd etdiyimiz kimi məsələlərə qərəzsiz yanaşan insanlardır. Yəni onlar hər hansısa bir hadisə baş verən zaman həmin şəxsin özünə yox, onun işinə qiymət verir, işinə dəyər verir. Əvvəldə də çəkdiyimiz nümunələr kimi tutaq ki, iki şagird arasında hər hansısa bir problem baş verib, müəyyən bir zaman müddətində mübahisə baş verib və yaxud da valideynlə müəllim arasında hər hansısa bir mübahisə baş verib və həmin müəllimlə valideyn arasında olan deməli mübahisə şagirdin qiymətləndirilməsinə təsir edir. Müəllim onun qiymətini aşağı salır. Halbuki onun işini qiymətləndirmir. Nə vaxtsa valideynlər arasında problem yaranıb deyə həmin o məsələni gətirib bu deməli qiymətləndirməklə əlaqələndirir. Təbii ki, tənqidi təfəkkürə sahib olan insan bunu etməz. Biz ona görə də deyirik ki, tənqidi təfəkkürə sahib olan insanlar aydın və rasional düşünmə bacarığına sahib olan insanlardır, məsələlərə qərəzsiz yanaşan insanlardır. Bir məqama diqqətinizə çatdırmaq istəyirəm ki, tənqidi təfəkkürə malik olan insanlar, yəni ümumiyyətlə tənqidi təfəkkür insanlarda anadan gəlmə formalaşan bir proses deyil. Yəni tənqidi təfəkkür zaman keçdikcə formalaşan bir təfəkkür növlərindən biridir. Və yadınızda saxlayın ki, tənqidi təfəkkürə sahib olan insanlar düzgün dəyərləndirmə edirlər, düzgün belə deyək, öz fikirlərini bildirə bilirlər, öz fikirlərini əsaslandırırlar, açıq düşüncəli insanlardılar, məsələlərə obyektiv yanaşırlar. Yəni bu məsələlərə, bu qeyd etdiyimiz məqamlarda diqqətli olun. Açar məqamlar kimi qərəzsiz yanaşmaq, obyektiv olmaq, düzgün dəyərləndirmək, təhlil etmək, əsaslandırmaq, bunlara diqqət yetirin. Deməli, ümumilikdə baxsaq, bir məqama diqqət yetirsək, burada bizim tənqidi düşünən insanın xüsusiyyətlərini verib. Baxın, tənqidi təfəkkürdə birinci bizə xüsusiyyət kimi verib ki, problemi düzgün müəyyənləşdirir. Nədir problemi düzgün müəyyənləşdirmək? Yəni, hər hansısa bir problem baş verən zaman bu problemin yaranma səbəbini düzgün müəyyənləşdirir ki, bu problem nəyə görə yaranıb, problemin yaranma səbəbi nədir, mənbəsi nədir, hansı hadisədən sonra bu problem yaranmış hesab olunur. İkinci deyir ki, problemin yaranma səbəbini araşdırır. Bunu dedik. Üçüncüsü, araşdıraraq problem haqqında informasiya toplayır. Yəni, elə bu düzgün müəyyənləşdirir məqamında dedik ki, problemin yaranma səbəbini müəyyənləşdirir, hardan qaynaqlandığını müəyyənləşdirir. Yəni, problemi araşdıraraq hardan yarandığı haqqında informasiyalar əldə edir. Bundan başqa biz deyə bilərik ki, problemi sistemli şəkildə, baxın, sistemli şəkildə əsas məqamları qeyd edirəm, problemi sistemli şəkildə həll edir. Bu da o deməkdir ki, yəni problemin hər hansısa bir problem olan zaman onu təhlil edərək, hissələrə ayıraraq sistemli şəkildə həll etməyi bacarır. Baxın, bu bizim qarşımıza iki məqamda çıxa bilər testlərdə. Bir deyə bilər problemi sistemli şəkildə həll edir. Bir deyə bilər problemi sadə şəkildə həll edir. Sistemli şəkildə həll etmək tənqidi təfəkkürə, problem yaranan zaman sadə şəkildə həll etmək isə məntiqi təfəkkürə sahib olan insanların xüsusiyyətidir. Eyni zamanda bir məqamda diqqətinizə çatdırım ki, sistemli düşünmə
məntiqi təfəkkürün əlamətidir. Baxın, problemi sistemli həll etmək deyirik ki, tənqidi təfəkkürə sahib insanlarda. Amma sistemli düşünmə bacarığının olması isə məntiqi təfəkkürün əlamətlərindən biridir. Daha sonra deyə bilərik ki, biz problemi həll edən zaman, yəni onun həll yolunu müəyyənləşdirən zaman hansı yolun daha səmərəli olduğunu müəyyənləşdirir. Yəni müəyyən belə deyək, bu problemin yollarını tapa bilər və bu problemin yollarını ki aydınlaşdırıb, indi bu yollardan da hansını daha bu yollardan həll edərək, bu yoldan istifadə edərək problemi həll etsəm, o daha effektiv olar. Yəni bunu müəyyənləşdirə bilir. Növbəti deyə bilərik ki, problemin həll yolunu daha da yaxşılaşdırmağa çalışır. Sonra biz deyə bilərik ki, fikrini əsaslandırarkən düzgün dəlillərdən düzgün və gərəzsiz şəkildə istifadə edir. Bu da elə adından göründüyü kimidir. Yəni düzgün istifadə etmək, gərəzsiz şəkildə istifadə etmək, bayaq bunların hər birini deyirdik. Əgər bir insan, yəni tənqidi təfəkkürə malik olan insanın əsaslı şəkildə fikirləri yoxdursa, yəni düzgün dəlilləri yoxdursa, o daha fikrini əsaslandırmaqdan çəkinir. Yəni onun öz fikrinin yanlış olduğunu bilirsə, onu sübut eləməyə çalışmır. Tənqidi təfəkkürdə biz əsasən debatlar deyirik. Debatlar bilirik ki, iki yerə ayrılır qruplar. Bir tərəf təksib edən tərəf olur, bir tərəf təsdiq edən tərəf olur. Tənqidi düşünən insan, tutaq fərqi yoxdur, təksib edən tərəfdədir, yoxsa təsdiq edən tərəfdədir. Onun bilirsiniz ki, debatda da əsaslandırma, yəni mümkündür də, yəni mütləq şəkildə əsaslandırma olmalıdır. Əgər o düşünür ki, bunu deyə bilərəm, lakin baxır ki, bunun əsaslandırması yoxdursa, həmin fikrin mütləq tərəfdə, yəni qarşı tərəfi öz fikri ilə inandırmağa çalışmır. Daha sonra məntiqi cəhətdən əsaslı və əsassız fikirləri bir-birindən ayıra bilir. Baxın, burada da diqqətli olacağınız məqam ondan ibarətdir ki, burada demirəm məntiqi təfəkkür, yəni məntiq sözünə görə bunu biz tənqidi ilə, daha doğrusu məntiqi təfəkkür düşünə bilərik. Sadəcə burada deyir ki, məntiqi cəhətdən əsaslı və əsassız fikirləri bir-birindən ayıra bilir. Daha sonra bayaq da vurğuladığımız kimi burada da baxın, kifayət qədər deyir sübutu olmadıqda mühakiməsini kənara qoyur. Sonra hər hansısa bir işi görməmişdən əvvəl onun mümkün nəticələrini görə bilir. Tutaq ki, tənqidi təfəkkürə sahib insan hər hansısa bir müəyyən bir planlaşdırma edib, bu işi görmək istəyir və bilir ki, bu yoldan getsə bunun nəticəsi nə olar, bunu eləsə bunun nəticəsi nə olar. Yəni bunları müəyyənləşdirə bilir. Və daha sonra deyirik ki, bir fikrin çoxları tərəfindən qəbul edilməsi ilə həmin fikrin etibarlı olub olmaması arasında fərqi görə bilir. Bu nə deməkdir? Biz yadınızdadırsa, əsasən bu cəmiyyət tərəfindən qəbul edilmək məntiq xətasını izah eləmişdik ki, əgər bir şagird, yəni ümumiyyətlə bir insan hamı bunu qəbul edirsə, düşünür ki, hə, mən də bunu qəbul etməliyəm. Deməli, bu tənqidi təfəkkürə sahib olan insan deyil. Yəni tənqidi təfəkkürə sahib olan insan ola bilsin ki, hər hansısa bir toplumun qəbul etdiyi bir şey var. Mən bunu qəbul etmirəm. Lakin hamı bunu qəbul edir deyə, mən də elə bil ki, özümü cəmiyyətə uyğunlaşdırmaq üçün onu qəbul etməyə çalışıram. Bu deməli, mən tənqidi təfəkkürə sahib olan insan deyil. Tənqidi təfəkkürə sahib olan insan öz fikrinin üzərində dayanan insandır. Yəni öz yolu ilə gedən insandır. O hamının fikrinə, yəni belə deyək də, hamıya fikir vermir, hamının yolundan getmir. Özünün onun bir yolu olur və o yoldan getməyə çalışır. Daha sonra deyə bilərik ki, öz fikrim deyir ki, özünün fikirlərini yanlış ola biləcəyi, fikirlərini qərəzliyə yol verə biləcəyi, ola bilsin ki, şəxsi seçimlərinin dəlillərdən üstün tutduğunu qəbul edir. Bu nə deməkdir? Yəni bu o deməkdir ki, mən bir insan kimi biz deyirik ki, qərəzsiz yanaşmalıdır. Amma bəzən ola bilir ki, hər hansısa bir məsələyə qərəzli yanaşa bilirik. Və həmin insan da, tənqidi düşünən insan bilir ki, bu məsələyə qərəzli yanaşıb, məsələn, belə deyək də, yəni tənqidi düşünən insan bilir ki, həmişə məsələlərə qərəzsiz şəkildə yanaşmaq olmur. Bəzən elə bir məqam olur ki, yəni biz qərəzli şəkildə yanaşa bilirik.
Daha sonra tənqidi təfəkkürdə ümumilikdə, yəni yadda saxlayacağımız əsas məqamlar bunlardır. Yəni bizə tənqidi təfəkkür qarşımıza çıxanda yadımızda saxlayaq ki, debatların olmasıdır, müzakirələrin olmasıdır, öz fikrini bildirməsidir, şagirdin öz fikrini əsaslandırmasıdır, müəllimin açıq suallar təqdim etməsidir ki, şagirdlər həmin açıq tipli suallar ətrafında düşünürlər. Yəni bu kimi fikirləri görürüksə, deməli bu tənqidi təfəkkürə sahib olan insandan söhbət gedir. Aydın düşünmə, rasional düşünmə, obyektiv düşünmə, açıq düşüncəli olmaq hər biri tənqidi təfəkkürün əlamətləridir. Ən əsası da əsaslandırma qabiliyyətinin olmasıdır. Daha sonra burada var, deməli, diqqət yetirəcəyimiz məqam tənqidi təfəkkürü təlimdədir. Necə formalaşdırmaq olar? Yəni strategiyalardan söhbət gedir burada. Burada müxtəlif strategiyalar verib 4-dən 1 KH, Sokrat dialoqu, gəlin bunu müzakirə edək. Daha sonra fakt yoxsa fikir. Yəni bu kimi indi digərlərində növbəti səhifəyə çevirəndə də görəcəksiniz. Var orada yad planetli üçün səyahət turu, nə baş verərdi, seçim etmək, qaydalar və s. Bir sıra üsullarımız da var ki, bu üsullardan istifadə edərək biz şagirddə tənqidi təfəkkürü formalaşdıra bilərik. 4-dən 1 KH suallar texnikasıdır. Burada 4 dənə N hərfi ilə 1K və bir də H hərfi ilə başlayan suallar verir. Kimlə, necə, harada. Yəni bu tipli suallardır ki, bu suallardan istifadə edərək şagirddə tənqidi təfəkkürü inkişaf etdirmək olur. Ümumiyyətlə, şagirddə tənqidi təfəkkürü inkişaf etdirmək üçün çoxlu suallar vermək olar. Əsasən də açıq tipli suallardan istifadə olunur ki, şagird onun ətrafında düşünsün və fikrini əsaslandırsın. İkinci, Sokrat dialoqu var ki, hər bu 4-dən 1 KH-da Sokrat dialoqunda təlim üsulları mövzusunda keçəcək, amma yenə də nəzər yetirək. Sokrat dialoqunda yadınızda saxlayın, müəllim sual verir, şagird cavablandırır və şagirdin verdiyi cavabdan yeni bir sual ortaya çıxır. Daha sonra var, gəlin bunu müzakirə edək, fakt yoxsa fikir. Diqqət yetirəcəyimiz növbəti məqam fakt yoxsa fikir hissəsidir. Yadınızda saxlayın ki, fakt hissəsi məntiqi təfəkkürə, fikir hissəsi isə tənqidi təfəkkürə aiddir. Bu nə deməkdir? Yəni bir şagird fakt odur ki, bunu biz dəyişə bilmirik. Yadınızdadırsa deyirik ki, məntiqi təfəkkürdə qaydanı dəyişə bilmirik, amma nümunəni dəyişirik. Eyni zamanda fakt ilə qayda deməkdir. Tutaq ki, bir faktımız var ki, Azərbaycan dilində ismin 6 halı var. 2 təcəddüdün cəmi həmişə cüt ədədidir. Bu bizim faktımızdır. Məntiqi təfəkkürə sahib olan şagird məsələn avtomatik ona sual verən kimi ismin neçə halı var? Sadəcə xatırlayacaq, deyəcək ki, 6 halı var. Daha başqa düşünmə prosesinə cəlb olunmayacaq. Sadəcə xatırlama mərhələsi olacaq. Ona görə də deyirik ki, fakt hissəsi məntiqi təfəkkürə, fikir hissəsi isə tənqidi təfəkkürə aiddir. Çünki fikir mənim özümə aiddir. Mənim subyektiv fikrimdir və mən bu dediyim fikri əsaslandırmalıyam. Ona görə də fikir hissəsi də tənqidi təfəkkürə aiddir. Növbəti mərhələlər burada var. Baxın, qaydalar verib, yad planet üçün səyahət turu, seçim etmək, nə baş verərdi. Bunların da hər birini sadəcə oxumağınız kifayətdir. Digər bizim mövzumuz olur yaradıcı təfəkkür. Bəs yaradıcı təfəkkür nədir? Yaradıcı təfəkkür deməli, insanın açar məqamları deyirəm, mütləq şəkildə özünüzdə qeyd edin. Hər hansısa məsələyə fərqli şəkildə yanaşmaq, hər hansısa məsələyə qeyri-standart yanaşma ortaya qoymaq, alternativ yollar axtarmaq nəzərdə tutulur. Bu məqamda biz sizə səriştələr mövzusunda keçən zaman ətraflı şəkildə izah etmişdim. Yenə də yenidən diqqət yetirək. Baxın, deyirik ki, yaradıcı təfəkkürə malik şagird məsələlərə fərqli yanaşır. Tutaq ki, hər hansı müəllim evə bir tapşırıq verib, araşdırma işi verib, hamı gedib eyni mənbədən toplayanda bu şagird gedir, bütün mənbələrdən həmin o məlumatı araşdırır, hamısını bir yerdə yığır və yeni bir, fərqli bir, tutaq ki, araşdırma məhsulu, belə deyək də, ortaya qoyur. Və yaxud da hamı məsələnin bir həll yolundan, bir düsturdan istifadə edərək gedəndə bir şagird fərqli yoldan baxır ki, bunu düstursuz necə həll etmək olar? Fərqli şəkildə yanaşır. Nə bilim, əşyalardan yanaşma, adi şəkildə istifadə etmək nəzərdə tutulur. Daha sonra qeyri-standart yanaşmaların ortaya qoyulması, yəni hamının, belə deyək, yenə də deyirəm, getdiyi yoldan yox, daha fərqli istiqamətlərdə getmək nəzərdə tutulur. Və sonra deyə bilərik ki, alternativ yollar axtarmaq. Bu da yenə də fərqli yolların axtarılmasını nəzərdə tutur. Yaradıcı təfəkkürdə bizim fikir verəcəyimiz 2 məqam var. Belə kiçik K və böyük
K bacarıqları. Nədir kiçik K bacarıqları, nədir böyük K bacarıqları? Kiçik K bacarıqları odur ki, yəni gündəlik həyatda nə isə yaratmaq, yeni nəsə yaratmaq nəzərdə tutulur. Tutaq ki, hər hansısa bir otaqda dəyişiklik etmək və yaxud da kitabları bu gün bir başqa cür yığmışam rəfə. Səhər gün dəyişib başqa bir formada yığıram. Yəni gün içində adi süfrəni hazırlayan zaman müxtəlif, yəni yeni formalarda hazırlayıram. Yəni gündəlik məişətdə, gündəlik həyatda sadəcə normal olaraq istifadə edəcəyimiz yeni nələrsə yaratmaq nəzərdə tutulur. Amma böyük bacarığı odur ki, artıq böyük, yəni adından göründüyü kimi bütün ölkəni, dünyanı əhatə edə biləcək bir ixtiralar, kəşflər nəzərdə tutulur. Tutaq ki, lampanın ixtira edilməsi, işığın icad edilməsi və ya da digər nələrinsə icad edilməsi nəzərdə tutulur. Daha sonra yaradıcı təfəkkürə sahib insanlar, baxın, burada bir sıra xüsusiyyətlər var. Əlaqənin yaradılması, sual vermək, təcrübə aparmaq və müşahidə etmək nə deməkdir? Bunlar bir-biri ilə əlaqəli olan məqamlardır. Yəni belə izah edeyim. Əlaqənin yaradılması mərhələsində tutaq ki, mən nə isə yaratmaq istəyirəm və ağlımda başlayıram müxtəlif hissələr formalaşdırmağa. Bu hissələri formalaşdıraraq, yəni bir neçə məqamlar formalaşdırıram ki, bunu necə yarada bilərəm, bunu necə qura bilərəm, necə düzəldə bilərəm. Başlayıram həmin deməli bu ağlıma gələn məqamlar arasında əlaqə yaradıram ki, bunu belə eləyə bilərəm, bunu bu formada edə bilərəm, bunu bu formada edərək yarada bilərəm. Daha sonra sual vermək mərhələsi gəlir. Baxın, burada olmalıdır bir yerdə. Mən bu məsələni başqa necə həll edə bilərəm? Problemin başqa hansı həll yolu var? Başqaları kimi həll etməliyəm? Yəni, sual vermək mərhələsində insan başlayır öz-özünə düşünməyə ki, mən bunlar arasında əlaqə yaratdım. İndi bu əlaqə yaradandan sonra başlayır sual verməyə. Yaxşı, bu əlaqələri yaradaraq, bir-birindən əlaqə yaradaraq nə isə ortaya qoya bilərəm, yeni nəsə ortaya qoya bilərəm. Bəs bunun başqa bir yolu varmı? Bəs başqa hər hansısa bir nələrisə, hissələrmi deyim, nələrisə taparaq, düşünərək mən bu yaratmaq istədiyimi başqa hansı yollarla yarada bilərəm? Yəni başlayır öz üzərinə düşünməyə. Daha sonra gəlir təcrübə aparmaq mərhələsi. Deməli, əlaqəni yaratdı, hissələr tutaq ki, ağlında formalaşdırdı, onu onunla birləşdirdi, əşyalar arasında əlaqəni yaratdı. Daha sonra başladı sual verməyə öz-özünə. Bunu başqa necə həll edim, bunu mu həll edim, onu mu həll edim? Daha sonra təcrübə aparır ki, bu elədiklərindən başlayır təcrübə aparmağa ki, bunu etsəm necə olar, bu yoldan istifadə etsəm necə olar? Başlayır təcrübələr aparmağa. Təcrübə aparan zaman eyni zamanda müşahidədə aparır ki, bunun nəticəsi, bu təcrübənin nəticəsi bu oldu, bu bir təcrübənin nəticəsi bu oldu. Yəni bir-biri ilə ümumi şəkildə baxır, müəyyənləşdirir və ən sonda yeni nələrisə ortaya qoyur. Yəni əvvəlcə əlaqəni yaradır, daha sonra suallar öz-özünə düşünür, təcrübə aparır və son olaraq da müşahidə edərək yeni nə isə yaradır, yeni bir yanaşma ortaya qoyulması nəzərdə tutulur. Yadımızda saxlayaq ki, yaradıcı təfəkkürdə bizim qarşımıza testlərdə ən çox çıxacaq məqamı innovativ layihələrin hazırlanması məqamıdır. İnnovativ layihələrin hazırlanması və dizaynerlər. Hər hansısa bir otağımı dizayn etmək, nə isə dizayn etmək, və yaxud da bir şirkətimi dizayn etmək, xəstəxanamı dizayn etmək, məktəbimi dizayn etmək, sinif otağımı dizayn etmək, söhbətindən gedirsə, biz bunu yaradıcı təfəkkürə aid edirik. Ümumi burada da bu mövzuda diqqət yetirəcəyimiz məqamlar bunlardır. Digər bizim burada sadəcə bu məqamları oxumaq lazımdır. Qeyd etdiyim əsas məqamları da öyrənmək lazımdır. Yadınızda saxlayın ki, əsas bunları əzbərləməyə qəti şəkildə ehtiyac yoxdur. Sadəcə olaraq bunu dərk eləmək lazımdır. Çünki bizə situasiyalarda əsasən dərk edilməsi nəzərdə tutulur. Bir də testdə sizin qarşınıza çıxacaq bir məqam var. Beyin həmləsindən istifadə etmək və beyin həmləsində olan fikirləri ümumiləşdirmək. Beyin həmləsindən istifadə edilməsi yaradıcı təfəkkürə malik insanlardır. Edən insan daha doğrusu. Beyin həmləsində olan fikirləri ümumiləşdirənlər isə tənqidi təfəkkürə sahib insanlardır. Yəni bunları da yadımızda saxlayaq ki, qarşımıza testdə çıxanda qarışdırmayaq. Ümumi bu günlük bu qədər müəllimlər. Ümid edirəm ki, izahlarım sizə aydın oldu. İnşallah növbəti dərslərdə görüşərik.